Salam, hörmətli tamaşaçılar. Bugünkü qonağımız Xankəndindən olan millət vəkilimiz Tural Gəncəliyevdir. Salam Tural müəllim, xoş gəlmisiniz. Xoş gəldiniz olsun. Necəsiz? Şükür, sizdə necədir işdə? Çox sağ olun, yaxşıyıq biz də. Xankəndinə köç davam eləyirmi? Xankəndinə köç hələ başlamayıb. Aha. Ancaq yenidən qurma bərpa işləri gedir. Amma orada yaşayan insanlar var. Ancaq o yaşayan insanlar orada sırf yenidən qurma bərpa işlərinə töhfə verən insanlardır. Yəni sırf Xankəndi sakinlərinin böyük qayıdış proqramı çərçivəsində geri dönüşü başlamayıb. Ümidvarıq tez bir zamanda başlayacaq. Ancaq yəni yaşayanlar var. Bilirsiniz, bu yaxınlarda Qarabağ Universitetinin artıq fəaliyyətə başlaması ilə əlaqədar ciddi işlər görülür. Qarabağ Universitetinin o binası yenidən restavrasiya olunur və minlərlə tələbəmizi inşallah növbəti təhsil sezonundan artıq qarşılamağa hazır vəziyyətə gələcək və Xankəndinə bir ruh, bir gözəl qayıdış baş verəcək və təbii ki, bu da bizim hamımızı sevindirir. Tural müəllim, Şuşada doğulmusunuz. Bəli. Üzeyir Hacıbəyli ilə qonşu olmusunuz, Xan Şuinski ilə qonşu olmusunuz və sizin həyat hekayələriniz çox maraqlıdır. Bəli. Və bugün artıq Şuşada insanlar çıxış eləyir. Siz Şuşaya millət vəkili kimi döndünüz. O təəssüratınızı necə bölüşərdiniz? Mənim 12 yaşım var idi. Biz Qarabağdan, Şuşadan məcburi köçkün düşdük. Həyatımız tarmar oldu, darmadağın oldu, işğal 30 il sürdü. Mən də bir sıravi Azərbaycanlı keçmiş məcburi köçkün öz ailəmlə bir yerdə bütün əmlakımızı, mülkümüzü, həyatımızı, ən yaxşı həyatımızın deyəlim hissəsini qoyub məcburi köçkün kimi gəldik. Bakıda məskunlaşdıq. Çox məşəqqətli bir həyat oldu. 30 il biz çox çətin həyatdan keçdik, çətin günlərdən keçdik və bugün artıq biz torpaqlarımıza başı uca, alnı açıq, zəfər çalmış bir dövlət kimi Ali Baş Komandanımız dünyanın ən güclü lideridir. Öz xalqını, torpaq dövlətini hara gətirdi, çıxartdı. Torpaqlarımızı işğaldan azad edən sərkərdə. Nəinki bu müasir tarix, hətta biz yaxın keçmiş tariximizə baxsaq, Azərbaycan xalqı həqiqətən də bu günləri dövlətimiz məncə son 300 il, 400 il tarixi dövrdə ən yüksək zəfər nöqtəsindədir. Şərəfli bir gün tarixdir bizim üçün. Sizinlə bax bu gözəl tarixi burada danışmağımız, müzakirə etməyimiz elə ən gözəl bir hisslər yaşadır. Və mənə maraqlıdır. 12-13 yaşında qaçqın kimi gələn Tural Gəncəliyev millət vəkili kimi Şuşaya dönür və o yaşadığı təəssüratları bilmək istəyərdik. Bəli, doğru deyirsiniz. 12 yaşında mən bir məktəbli uşaq, anamla, atamla, qardaşlarımla düşmən topları, tankları yaxınlaşır, təsəvvür edin, torpaqlarımızı, evlərimizi işğal eləyirlər. Biz canımızı götürüb, sağ qalmaqdan ötürü məcburi köçkün kimi gəlirik Bakıya, yaşayırıq və 30 il sonra Azərbaycan əskəri, Azərbaycan ordusu şəhidlərimizin qanı hesabına milli yəni ruhumuz, Ali Baş Komandanımızın o dəyanəti, dəmir yumruğu hesabına biz geri dönürük və təbii ki, mən həqiqətən həyatımız sındı bir deyilən yerdə əyilmədik, sınmadıq. Yəni biz həyatımızı davam elətdirdik. Bugün Azərbaycan Milli Məclisinin üzvü kimi, Xankəndindən olan millət vəkili kimi şərəflə bu deməli mandatı daşıdım son 4 il yarımdan çox və öz torpaqlarımız işğaldan azad edildikdən sonra təbii başlıca şəkildə millət və yəni 12 yaşında məşəqqətli, əziyyətli, tankların, topların, güllələri qarşısında qaçaraq canını bitirən bir uşaq kimi çıxdıq, ancaq necə geriyə döndük. Həqiqətən də yəni bu çox önəmli tarix. Yəni zəfər çalmış bir dövlətin, zəfər çalmış bir millət vəkili kimi Şuşaya döndünüz. Bəli. Və bu günləri artıq Azərbaycan dünyaya bir mesaj verən, meydan oxuyan bir dövlətə çevrilibdir. Və bugün Fransa kimi bir dövlətin Azərbaycana qarşı Cənubi Qafqazda törətmək istədiyi bu məkirli planınla bağlı nə deyərdiniz? Fransa
ümumiyyətlə tarixi oçerk etsək, Fransa həmişə bir imperiya təfəkkürü olaraq başqa xalqları əzmə, onlar üzərində hegemon olma prinsipi əsasında yaşamışdır, mövcud olmuşdur. Və baxmayaraq ki, 2-ci Dünya müharibəsindən sonra dünyada bir üsuli idarə sistemi, beynəlxalq təhlükəsizlik arxitekturası formalaşmışdır. Ancaq Fransa bunu qəbul etmir. Bugün Fransa neo-imperiya kimi öz fəaliyyətini davam elətdirir. Cənubi Qafqazda Fransa hələ də öz aqressiv, destruktiv fəaliyyətini aparır. Məsəl üçün, Ermənistanın özü, Ermənistan rəhbərliyi hətta dəfələrlə son zamanlar bəyanatlar verirlər ki, ən azı sözdə deyirlər ki, biz Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq, ərazi bütövlüyünü tanıyırıq bir-birimizin. Təbii ki, bunlar da Ermənistanın öz xoşuna dediyi sözlər deyilməz. O dəmir yumruq Azərbaycan ordusunun rəşadəti onlara o sözü dedirtdirir, məcbur elətdirir ki, o sözü desinlər. Amma Fransa hətta Ermənistan rəhbərliyinin bu sözləri kontekstində yenə də Ermənistanı yeni savaşa sürükləmək istəyir, yeni silahlar göndərir. Bu mənə bilsiz nəyi xatırladır? Bu 19-cu əsrin başlanğıcında bir Napolyon müharibələri Avropanı darmadağın etdi. Və Fransanı hədəqəsindən çıxmış, özündən çıxmış Fransanı çərçivəyə salmaqdan ötürü Avropa gücləri, Avstriya-Macaristan imperiyası, Rusiya, Britaniya imperiyası, Osmanlı imperiyası belə bir Viyana konqresi keçirdilər 1815-ci ildə və Fransaya göstərdilər ki, Napolyon müharibələri ilə sən bütün Avropanı işğal etmək istəsən, bu alınmayacaq və Fransaya çox alçaldıcı bir sülh imzalatdırdılar və 1815-ci il Viyana konqresi kimi bu tarixə düşdü. Bax, indi həmin o Napolyon müharibələrini davam elətdirmək istəyir Makron. Mən Makron müharibələri deyirəm bunu. Yaxın Şərqdə o 8 ayaqlı heyvan olur, dənizdə yaşayan. Həmin o heyvan kimi bir pəncəsini Yaxın Şərqə, bir pəncəsini Afrikaya, bir pəncəsini hələ də Dənizaşırı Departamenti adı altında dünyanın müxtəlif bölgələrində Fransanın müstəmləkələri var. Məsəl üçün Yeni Kaledoniya, məsəl üçün Qəmər adaları, məsəl üçün Korsika. Yəni 10.000, 15.000 kilometr Parisdən kənarda yerləşən ərazini hələ də Fransız ərazisi hesab etmək, bu həqiqətən ağla sığmaz bir haldır müasir beynəlxalq hüquq və beynəlxalq münasibətlər tarixində. Və hesab edirəm ki, Fransa indi yeni bir məkirli pəncəsini Cənubi Qafqaza atmışdır. Ancaq anlamalıdır ki, Cənubi Qafqazda Azərbaycan var, güc mərkəzi bu dəqiqə, bu halda bizim ətrafımızda formalaşır. Yeni geosiyasi mərkəz Azərbaycandır, Türk dünyasıdır və Azərbaycan da Türk dünyasının atan nəbzidir. Yəni Fransa bunu nəzərə almır. İndi yeni silahlar göndəriblər. Birinci Bastion hərbi maşınlar göndərirlər. İndi göndərirlər Caesar özü yeriyən artilleriya qurğuları. Belə başa düşürəm ki, bunlar əgər Ermənistanı revanşizmə sürükləyirlərsə, onda bunlar daha çox Bakı Hərbi Qənimətlər Parkında yeni eksponatların artmasını istəyirlər. Ona görə də Fransanın maksimum edə biləcəyi onun yüksək dırnaqarası hərbi texnologiyasının Bakı Hərbi Qənimətlər Parkında yeni eksponat kimi sərgiyə çıxarıla bilməsi olacaq. Haqlısınız. Və noyabrda gözlənilən COP29. Onunla bağlı nə deyirsiniz? Bilirsiniz, bu dünyanın BMT-nin xüsusilə də çərçivəsində, BMT nəzdində həyata keçirilən dünyada çox mötəbər dünya səviyyəli tədbirlər var ki, bunlardan biri iqlim dəyişikliyi ilə bağlı COP sessiyalardır. COP29 sessiyası bu il noyabr ayında Bakıda keçirilməlidir. Bu, Azərbaycanın müstəqillik tarixində mən hesab edirəm ki, ən mötəbər keçirəcəyimiz turnirdir. Çünki tədbirdir. Bu tədbir dünyanın ən əsas siyasətçilərini, dövlət hökumət başçılarını, qərar vericilər, qanun vericilər və dünyanın önəmli həm siyasi, həm də qeyri-siyasi təşkilatlarının rəhbərlərini Bakıya toplayacaq bir tədbirdir. Bu tədbir elə bir tədbirdir ki, dünyanın nəbzi, bu siyasi, iqtisadi, qlobal nəbzi məhz noyabrda Bakıda atacaqdır. Və təbii ki, COP29 sessiyasına qarşı Fransa başda olmaqla, erməni diasporu başda olmaqla müəyyən
qarayaxma kampaniyası etməyə çalışanlar var. Bunu biz dəfələrlə Avropa Parlamentində, AŞPA-da, Avropanın bəzi institutlarında görmüşük. Ancaq bu qərar artıq verilmişdir. COP29 sessiyası Bakıda keçiriləcəkdir. Bundan sonra heç kim, heç bir vəclə bu tədbirin yəni tədbirə qarşı hərəkət etmək, tədbirə qarşı kampaniya aparmaq istəsə də belə alınmayacaqdır. Çünki bu həqiqətən də həm də iqlim dəyişikliyi elə bir mövzudur ki, bütün dünyanı belə deyək, diqqətini cəlb edən mövzudur. Bu həm də onu göstərir ki, biz ənənəvi enerji resursları ilə yanaşı qeyri-ənənəvi enerji resursları, yaşıl iqtisadiyyat, yaşıl enerji məsələləri və smart texnologiyalar, ağıllı texnologiyalar üzərində yeni nəsil enerji resurslarını qurmaqda maraqlıyıq, istəkliyik. Bugün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində nələr baş verir? Yaşıl enerji, yaşıl iqtisadiyyat konsepsiyaları tətbiq edilir. Bax, bu baxımdan COP29 dünyanın bütün diqqətini Bakıya, Azərbaycana çəkir. Və iyul ayında Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla deməli bizim prezidentimizin Şuşada görüşü var. Şuşaya gəlməlidirlər. Bu görüşdən nə gözləyək biz? Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının növbəti görüşü çox səbirsizliklə gözlədiyimiz görüşlərdən biridir. Və Türkiyə dövlətinin başçısı Şuşaya gələcəkdir. Bildiyiniz kimi ilk dəfə olaraq Türkiyə Cumhurbaşqanı Şuşa bəyannaməsini imzalayarkən 15 iyun tarixində Şuşaya bir neçə il bundan öncə gəlmişdi və ilk dəfə olaraq tarixdə Türkiyə dövlətinin başçısı Qarabağ torpağına gəlirdi. Qədəm basırdı, ayaq basırdı. Və artıq Şuşa bəyannaması ilə biz dünyaya mesaj verdik ki, bu Azərbaycan-Türkiyə qardaşlığı sıradan bir qardaşlıq deyil. Bu əzəli, əbədi və həqiqətən də düşmənlərimizə gözdağı, dostlarımıza isə gözəl sevinc verən bir deməli əməkdaşlıqdır, bir qardaşlıqdır və artıq Türk Dövlətləri Təşkilatının bilirsiniz nüvəsi nə vaxt belə deyək, yaxşı mənada partladı və inkişaf eləməyə başladı. Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra. Mən sizə həqiqətən səmimi demək istəyirəm ki, Şuşanın işğaldan azad edilməsi dünyanın, Avrasiyanın, Türk dünyasının yaxşı mənada sirkələdi, özünə gətirdi və artıq Türk dünyası Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə elə bir mərhələyə keçdi ki, artıq institusionallaşma gedir. Bugün iqtisadi, hərbi, siyasi əlaqələr artır. Türk dünyası bir ayağa qalxır. Bir neçə gün bundan öncə hətta Qırğızıstanın nümayəndəsi Şuşada keçirilən tədbirlərin birində qeyd etmişdi ki, Türk Dövlətləri Təşkilatının bir hərbi alyansı qurulsun. Yəni bu elə bir prosesdir ki, elə istiqamətə gedir ki, bunun qarşısını heç kim ala bilməyəcək. Mən 21-ci əsrin sonuna qədər Türk dünyasının, Türk Dövlətləri Təşkilatının yeni bir geosiyasi güc mərkəzinə çevriləcəyi və dünyanın önəmli bir güc nöqtəsi olacağına əminəm. Çox gözəl və Milli Məclis növbədən kənar seçkin bununla bağlı. Bəli, bildiyiniz kimi bugün biz elə indicə sizin efirə gəlməmişdən öncə Milli Məclisdə çox önəmli sessiya, parlament plenar iclası keçirildi. Bildiyiniz kimi Yeni Azərbaycan Partiyasından olan həmkarlarımız prezidentə parlamentin buraxılması ilə bağlı müraciət göndərilməsi ilə bağlı deməli sənəd üzərində sənəd təqdim etmişlər və beləliklə də biz yeni bir dövrdə yeni Azərbaycanın yeni parlament seçkilərinə aparan bir yoldayıq. Bu tamamilə zəruri bir məsələ idi. Çünki bildiyiniz kimi biz 30 ildən sonra öz torpaqlarımız üzərində tam suverenliyimizi bərpa eləmişik. Artıq Qarabağ, Şərqi Zəngəzur iqtisadi zonası, oradan seçiləcək deputatlar, mandat alacaq deputatlar artıq fiziki olaraq öz evlərində, eşiklərində səs vermə seçicilərlə iş aparmaq deməli iqtidarında olacaqlar. Məsəl üçün biz 30 il ərzində Xankəndi şəhərinin millət vəkili kimi mən məhrum oydum. Öz doğma şəhərimizin seçiciləri bizim Azərbaycan 60 rayonuna səpələnmişdi. Yəni hamısı ilə, bütün insanlarla görüşmək mümkün olmurdu. Fiziki bütün Azərbaycanı gəzmək mümkün deyildi. Əlimizdən gələni eləyirdik. Ancaq bu günləri insanlar hamısı qayıdır öz torpaqlarına, məsəl üçün Xankəndiyə və biz Xankəndində və yaxud da ki Şuşada və yaxud da ki Kəlbəcərdə bu seçki kampaniyasını apara biləcəyik. Bu
bu məsələnin bu tərəfdən önəmi, həm də artıq bildiyiniz kimi bütöv Azərbaycanda ilk dəfə prezident seçkiləri keçirildi, suverenliyimiz tam bərpa olunmuş Azərbaycanda və parlament seçkilərinə də ehtiyac var idi və ən əsası yenə də COP29 sessiyası ilə bilirsiniz, parlament seçkiləri toqquşurdu. Ona görə ölkəmizin resurslarını daha bir nöqtəyə vurmaqdan ötürü biz COP29 sessiyası ilə noyabrda üst-üstə düşən parlament seçkilərinin daha digər əvvəlki vaxtda çəkilməsindən ötürü hesab edirəm çox önəmli bir təşəbbüsdür bu. Yeni Azərbaycan Partiyasının həmkarlarımızın təşəbbüsü və hesab edirəm ki, yəni Azərbaycanın müstəqillik tarixində bu elə bir tədbirdir ki, COP29. Biz buna başqa bir yəni diqqətimizi yayındıran məsələnin mane olmasına yol verməməliyik. Yəni bütün diqqət, bütün fokus olmalıdır Azərbaycanı dünya səviyyəsində ən yüksək şəkildə təmsil etmək. Çox təşəkkür edirəm sizə. Siz sağ olun. Və bayaq yadımdan çıxdı soruşmaq. Şuşadakı eviniz qalıb? Şuşada bəli, bizim dədə-baba mülkümüz qalıb və ümidvaram ki, Şuşadakı quruculuq bərpa işləri başa çatdıqdan sonra biz həmin o torpaqlarımıza artıq qayıdış var. Amma bizim eyni zamanda başqa bir əsas odur ki, qayıdış başlayıb. Yəni başqa bir istəyimiz yoxdur, başqa bir ehtiyacımız yoxdur və sadəcə olaraq bu prosesin mərhələli getdiyini nəzərə alaraq hər bir Şuşalının, hər bir Qarabağlının öz doğma evinə, eşiyinə mərhələli şəkildə deməli geri dönməsinə ümid eləyirik və ümidvarıq ki, bu proses uzun çəkməyəcək və hər bir insan o sevinci, o gözəl hissləri tezliklə qayıdıb öz evində, eşiyində demək yaşayacaq. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli tamaşaçılar, deməli Şuşa azad olunandan sonra Şuşadan, Qarabağdan çıxan gənclərimizin əksəriyyəti dönərkən şəhid oldular Qarabağda. Və bəziləri də Tural Gəncəliyev kimi millət vəkili kimi olaraq döndü. Və mən arzulayıram xalqımıza, dövlətimizə ki, hər zaman başımız uca, alnımız açıq, üzümüz ağ olar. Və bugünkü ENews TV-nin qonağı Xankəndindən millət vəkili olmuş, 12 yaşında Şuşadan qaçqın, köçkün düşmüş və bugün Şuşaya millət vəkili olaraq dönmüş Tural Gəncəliyev idi. Çox sağ olun. Siz sağ olun.